Türkiyədə, İstanbulda böyük fəlakət olacaqdır. Vanga heç bir proqnoz verməyibdir, yoxdur elə bir şey. Biletlərin hansı mənim suallarıma uyğundur, onu öncədən baxıb həmin bileti çəkdim və bütün suallar olduğu kimi idi. Mən bildiyim bilet idi. Çox rahat da imtahan verdim, keçdim. Həyatımda elə bir adam yoxdur ki, mən ona güvənəm, itimdən başqa. Mənim haqqımda çox negativ fikirlər yazıblar. Hətta satanist olduğumu belə qeyd ediblər, narkoman olduğumu qeyd ediblər. Mənim yanıma nə qədər məmurlar gəlir, çoxsunu ilk öncə vəzifə və daha sonra prezidentlərdən biri mənim yanıma nümayəndə göndərmişdir. iPad-ı açdı belə mənə şəklini göstərəndə gördüm ki. İzrətdin bəy, xoş gəlmisiniz. Sağ olun, salam aleyküm. Aleyküm. Sizi həm Azərbaycanda, həm də redaksiyamızda görməyimizdə çox şad olduq. Təşəkkür edirəm və biləsiniz ki, sizin redaksiya mən güvəndiyim, sevdiyim redaksiyalardan biridir. Bəlkə də birincisidir. Təşəkkür edirəm, çox sağ olun. Ümid edirəm ki, bugün müsahibəmiz çox maraqlı keçəcək. İnşallah. Gəlin elə ilk sualı belə başlayaq ki, son zamanlar gündəmdə olan məsələlərdən biri məhz zəlzələ və təbii fəlakətlərlə bağlıdır ki, hər kəs bu dəqiqə ancaq bununla bağlı bir cavab gözləyir. Bilmək istərdim ki, 2025-ci ildə dağıdıcı zəlzələ və təbii fəlakətlər gözlənilirmi? Ümumilikdə mən bu proqnozları vermişdim. Və bu mənim Telegram kanalımda da öz əksini tapıbdır. Və həmçinin globalinfo.az-da da yazılıbdır mənim verdiyim proqnozlar. Ancaq hal-hazırda insanların diqqəti Türkiyədədir, bildiyiniz qədər. İsrail, Yunanistan, bir də İran, İraq. Bu 4 yerdə təbii fəlakətlər aktivləşəcəkdir və bildiyiniz qədər 2024-cü ildə Yunanistan demək olar ki, çalxalanırdı. Yeraltı təkanların sayı 500-ə qədər çatmışdı. Amma mən yenə söylədim ki, orada böyük bir fəlakət olmayacaqdır. Və hal-hazırda bütün diqqət Türkiyədədir və bunu da sizin mətbuatda mən dedim ki, Türkiyədə mənim gördüyüm qədər Türkiyədə böyük bir fəlakətlər olmamalıdır. Yəni 2025-ci il üçün indiki hal-hazırda baş verən bu yeraltı təkanlar böyük Kahramanmaraş kimi böyük fəlakətlər törətməməlidir. Amma tam əksinə Türkiyə alimləri, geoloqlar, onlar bildirirlər ki, Türkiyədə, İstanbulda ələxüsus elə bir böyük fəlakət olmalıdır ki, yerlə yeksan olmalıdır. Amma mən bunu hələlik belə bir şey görmürəm. Olacaqdır, mən bunu inkar eləmirəm. Türkiyədə, İstanbulda böyük fəlakət olacaqdır. Amma hal-hazırki yeraltı təkanların İstanbulda böyük faciə törədəcəyi qənaətində deyiləm. Bəs Azərbaycanda necə, hər hansı bir fəlakət gözlənilir? Azərbaycanda ilin ortaları seysmoloji aktiv aylar olmağına baxmayaraq elə bir böyük fəlakət olmayacaqdır inşallah. Allah qorusun. İzrətdin bəy, sizi kifayət qədər tanıyırlar. Yəni bir çox ölkədə hətta tanınırsınız. Bir neçə ay bundan öncə Türkiyədən də sizə müraciət olunmuşdu. Uşağın qətlə yetirilən Narin Güran, bəli. Tapılması ilə bağlı. Baxın, indi söhbət yalnız o mövzulardan getmir. Ümumiyyətlə sizə başqa ölkələrdən, məsələn, bir deputat, nazir, ölkə başçısı müraciət eləyirmi? Mənim yanıma ən maraqlı hadisələrdən biri mənim 97-ci ildən bu yana fəaliyyətimdə İngiltərədən mənə müraciət olunmuşdu. Çünki mən İngiltərə kraliçəsinin ölüm tarixini söyləmişdim 5 il öncədən. Ayın 8-də öləcəyini bildirmişdim Yelizavetanın, kraliçənin. Və bu məhz 5 ildən sonra belə də oldu. Ayın 7-si vəziyyəti pisləşdi və kraliçə ayın 8-i dünyasını dəyişdi. Ondan sonra mənim yanıma orada nümayəndələr gəlmişdilər. Onlar mənə İngiltərədə ev təklif elədilər
hər ay mənə müəyyən məbləğdə ödəniş təklif elədilər və mənim fəaliyyətimdən bəhrələnmələrini istəyirdilər. Amma orada məni biraz narahat edən bir məqam var idi təkliflərin içində ki, eyni zamanda biz sənin üzərində araşdırmalar aparmaq istəyirik ki, yəni bu parapsixologiya sahəsində bu gizli elmlərlə bağlı psixiatriya, nevrologiya, psixologiya üzrə mütəxəssislər istəyirlər ki, sənin üzərində araşdırma aparıb insan beyninin o bilinməyən tərəflərini öyrənsinlər. Amma mən bilmirəm axı ora nə daxildir. Orada hansı maddi, fiziki, fizioloji müdaxilələr olacaqdır, onu bilmirdim. Onun üçün də mən imtina elədim. Amma mənim üçün ən qeyri-adi hadisələrdən biri budur və bir dənə də mənə ən qeyri-adi müraciət başqa bir ölkədən olmuşdur. Təəssüf ki, mən onu sizə danışa bilmərəm. Bəli, olmuşdur, həm də olduqca qeyri-adi bir müraciət edir. Hansı vəzifəyə, yəni prezidentlərdən biri mənim yanıma nümayəndə göndərmişdir. O qadın xeylağı idi, tək idi gələn və prezident haqqında mənə heç nə deməmişdi. Mən o adama baxdım, suallarına cavab verirdim və sonrasında qadın mənə dedi ki, dediyin adam bilirsən kimdir? Mənə adını demişdi, amma mən bilmirdim ki, o kimdir. Sonra iPad-ı açdı, belə mənə şəklini göstərəndə gördüm ki, mən tanıdığım, hamının tanıdığı bir adamdır. O mənə çox qeyri-adi gəldi. Bəs ölkəmizdən tanınmış simalar müraciət edir sizə? Çox, həddindən artıq çox. Millət vəkilləri, müəyyən peşə sahibləri olur. Əsasən nə ilə bağlı müraciət edirlər? Valla bu Azərbaycanda da belədir, Rusiyada da belədir və mənim o İngiltərədən başqa mənim yanıma nə qədər məmurlar gəlir, çoxsunu ilk öncə vəzifə, dostum kimdir, düşmənim kimdir, məni təhlükə gözləyirmi və daha sonra ailə problemləridir, uşaqlar, uşağın gələcəyi, karyerası və yaxud da ki, xarici oxumağa göndərmək istəyirlər övladlarını, sual verirlər ki, bunu göndərsə yaxşıdır ya qalsa yaxşıdır və qorxulu bir şey yoxdur ki, və yaxud da ki, ailə qurmaq istəyəndə suallar verirlər ki, bu adamla ailə qursa məsləhətlidir ya yox. Mən də öz sahəmdə müəyyən qədər onlara yönəliş verirəm. Çünki mənim praktikamda da var, mənə yenə deyirəm, ad çəkməyəcəm, vəzifə adamlarından biri Azərbaycanda qızının elçilərindən birini mənə dedi ki, bəs bu ailə qursumu? Mən dedim ki, xeyr, onunla məsləhət görmürəm. Amma o buna baxmayaraq öz səviyyəsində bir adam idi, özdə öz sahəsində bir adam idi. İkisi də eyni vəzifədədirlər, eyni strukturada. O qızını ona verdi və illər keçdi. 4-5 ildir ki, uşağı olmadı, boşandılar. Bəs bizim müğənnilər deyilənə görə sizə müraciət edirlər. Daha çox isə xanım müğənnilər, qadın müğənnilərin müraciət elədiyi deyilir. Onlar adətən nəyə görə müraciət edirlər? Yəni əsas istəkləri nə olur? Bilirsiniz necədir? Çox təəssüf ki, müğənnilərlə bağlı adətən onları maraqlandıran o tez-tez nəzər olur və yaxud da ki, kimsə hansısa show biznesdəki rəqibləri onlara cadu eləyirlər. Ən çox bununla bağlıdır suallar. Daha sonra övladlarıdır. Karyera ilə bağlı çox az müraciət olunubdur mənə müğənnilər içərisində. Amma elə müğənnilər də var ki, vəzifə ilə bağlı mənə müraciət edirlər ki, bunun show biznesə aidiyyəti yoxdur. Sadəcə olaraq vəzifə istəyirlər hansısa Mədəniyyət Nazirliyində və yaxud da ki, başqa bir sahədə hansısa bir qurumun rəhbəri olmaq fikrində, iddiasında olan, millət vəkili olmaq istəyən müğənnilər olub ki, mənə müraciət ediblər. Bəli, olubdur bunlar. Kömək edirsiniz onlara? Əslində qalsa bilirsiniz necədir? İnsanlar həmişə istəyirlər ki, onlar istədikləri şeyləri mən onlara deyim. Amma çox təəssüf ki, mən bunu onlara deyəndə həqiqəti müəyyən qədər ya inciyirlər məndən, narazı qalırlar, ya da inanmırlar. Amma necə deyirlər, el dilindən desək, başları daşa dəyəndən sonra yenə qayıdıb gəlirlər
mənim məsləhətimi almağa. Zirəddin bəy, deyirlər ki, sizin qəbulunuza düşmək küllü miqdarda vəsait tələb edir. Mən bunu qısaca sizə deyəcəm, vallahi. Bizim Rusiya müğənnilərini demirəm, bizim müğənnilərin toy qiymətlərindən olduqca aşağıdır mənim qəbulum. Qısaca bunu deyirəm mən sizə. Amma mən müğənni deyiləm, mən insanlardan negativ götürürəm. Mən insanların şən günündə onlara gələkmirəm. Mən onların dərdini dinləyirəm. Mən onların o həyatlarındakı olan o faciəvi anlara özümü təlqin eləyirəm, ora girirəm. Mənim işim olduqca çətindir. Baxın, sizə indi bu qədər müraciətlər olunur. Bəs siz özünüz üçün ekstrasenslik gücündən istifadə edib nələrsə eləyə bilirsinizmi, yoxsa yox? Eləmişəm, eləyirəm də, vallahi. Çünki mən ikinci ali təhsil olanda Bakıda Azərbaycan Müəllimlər İnstitutunun Psixologiya fakültəsində, bəli, biletlərin hansı mənim suallarıma uyğundur, onu öncədən baxıb həmin bileti çəkdim və bütün suallar olduğu kimi idi. Mən bildiyim bilet idi. Çox rahat da imtahan verdim, keçdim. Olub bu şeylər. Və yaxud da görürsünüz ki, məndə Rusiyada hansısa bir yol qayısı saxlamaq istəyir və mənim qanunla bağlı heç bir problemim yoxdur. Amma vaxtım gedir, sənəd göstər, maşını saxla. Bəzən olur ki, qayı mənə yaxınlaşmaq istəyəndə hətta mən onlara təlqin eləyirəm. Psixoloji deyim, psixokinez deyirlər buna. Mən onların beyninə nüfuz eləyirəm, onlar məni saxlamırlar. Yəni bəzən olub ki, məni saxlamaq istəyiblər, elə yarı yolda əlini aşağı salıbdır. Yəni bu xüsusiyyətlər olur. Və yaxud da ki, insanlarla hansısa bir iş birliyi, hansısa bir ortaq məxrəcə gəlmək lazım olanda mən özümə baxıb görürəm ki, yəni bu adamla bu addımı atmağa dəyərmi, dəyməzmi? Amma bilirsiniz necədir? Mənim özümü aldatmaq da yetərincə asandır. Mən olduqca insanlara inanan birisiyəm. Güvənən yox, inanan birisiyəm. Mənim üçün inanc və güvənc tam başqa şeylərdir. Məsələn, mən hamıya inanıram, amma heç kimə güvənmirəm. Heç kimə. Həyatımda elə bir adam yoxdur ki, mən ona güvənə bilim. İtimdən başqa. Amma inanmağa hamıya inanıram və inancım sayəsində, inancıma görə kiməsə inanıramsa və onun o inandığıma görə öz gücümdən istifadə eləmirəmsə, məni aldatmaq çox asandır. Çox təəssüf ki, bəzən də məsuliyyətsiz yanaşıram. Necə oldu ki, siz özünüzdə hiss elədiniz ki, artıq bir görücülük qabiliyyətiniz var? Çətin sualdır. Yəni mən dünyaya 3 nişanə ilə gəlmişəm. Bunu mənim qonşularım da təsdiqləyə bilərlər. Və anam 80-cı illərdə mənə 81-ci ildə, çünki mən noyabrda doğulmuşam. Artıq hamilə idi, yuxusunda ona mənim adımı demişdilər. Sonra bir Seyyid Şəmkirin Nizami kəndindən, indiki Əli Yaqublu, gəlir anama yuxuda deyir ki, Zirəddinin kirvəsiyəm mən. Yuxunu qısa danışıram. Və mən dünyaya gələndə artıq həkimlər gəlib anama bildirirlər ki, sənin oğlun oldu və o müsəlman da olubdur. Yəni şər'i hökmlərlə doğulubdur. Ona görə bu 3 nişanə olubdur. Adım, kirvəm və doğulanda mən şər'i hökmlərlə doğulmuşam. Amma 17 yaşım var idi ki, hamı 17 yaşıma qədər bilirdi ki, məndə nəsə var, mən qeyri-adiyəm. Mən özümü elə hesab etmirəm. Yəni mən sevmirəm özümdən danışmağı. Amma 17 yaşımda artıq mən özümü idarə edə bilmirdim. Məndə o psixoloji dildə desək, qallusinasiya deyirlər da. Azərbaycanda hallusinasiya deyirlər. Məndə o videniyalar çoxalmışdı. Mən səslər eşidirdim, mən görürdüm. Və bilirsiniz necədir? Şizofreniya deyilən bir xəstəlik var. Bunu yəqin ki, eşidibsiz, bilirsiniz. Şizofreniyanın çox sayda növləri var. Amma şizofreniyanı ağız suyundan, qan analizindən, genetik analizlərdən müəyyən edib bilmək olur ki, insanda şizofrenik problemlər varmı və ya yoxmu? Amma mənim olduğum o hal, olduğum o emosional vəziyyət çox maraqlıdır ki,
heç bir psixoloji, nevroloji sahədə izahını verə bilmirdi heç həkimlər də. Çünki analiz götürürdülər, məndə hər şey qaydasındaydı. Mən ali təhsilli idim. Mən oxuyurdum, hafizəm yaxşı idi. Amma mən müəyyən qədər insanların xəstəliklərini görürdüm, deyirdim. Mənə deyirdilər ki, ola bilməz, sən onu necə aparatsız görüb deyə bilərsən. Amma dediklərim olurdu. Amma deyirdi, necə eləyirsən? Mən deyirdim ki, məndə videnyalar olur. Mən insanın bədənində qara ləkələr görürəm və bununla o xəstəlikləri müəyyənləşdirirəm. Artıq bunu hallusinasiya kimi hesab edir. Psixoloqlarda, psixiatrlarda, amma ağız suyundan götürülən o analizlər, qarmonalni analizlər və s. başqa bir problem göstərmirdi. Ona görə də mənim praktikamda müəyyən o insanlar olur ki, hansı ki paranormal bir qabiliyyətə malikdirlər. Mən həmişə onları birinci növbədə nəylə yoxlayıram. Mənim çox sayda müraciətlər olur ki, mən vergiliyəm, mən görürəm, mənə vergi verilibdir. Bu kimi sözlər mənim həmişə ürəyimi bulandırıbdır. Mən həmişə onlara birinci analiz göndərirəm. Elə həm qan analizi, həm beyin hipofizindən bağlı, həm hormonal vəziyyətlə bağlı başdan ayağa yoxlayandan sonra mən qərar verə bilərəm o adam doğrudanmı fövqəladə bir hissə malikdir, yoxsa ruhi xəstədirmi? Yəni bunu müəyyən etmək çox asandır. Biz 21-ci əsrdə yaşayırıq. Sizlə keçək biraz siyasi məsələlərə. Hazırda Pakistan, Hindistan, İran, İsrail arasında gərginlik var. Bu ölkələr arasında qığılcım bir döyüş başlaya bilərmi? Bəli, o da dünyanın hal-hazırda diqqət mərkəzindədir və mən sizə Hindistan, Pakistan müharibəsini dediyim linkləri göndərəcəm sizə, harda demişəm və mən bunu illər öncə xəbər vermişdim. Amma hal-hazırda Hindistan-Pakistan müharibəsi başlamamalıdır. Artıq müharibə gedir. Yəni bir-birlərinə atəş açırlar, təyyarələrini, qırıcılarını deyəsən partlatdılar Pakistan, Hindistanı səhv eləmirəmsə. Amma olmamalıdır. Çünki bilirsiniz necədir? Qərbin marağındadır. Çin, Tayvan, Hindistan, Pakistan. Təbii ki, Hindistan Pakistandan qat-qat güclü dövlətdir. Həm iqtisadiyyatı, həm Amerika meyilli olması, həm bütün Avropanın Hindistanı dəstəkləməsi. Çox təəssüf ki, onlar da bizi sevmirlər. Azərbaycanı mən nəzərdə tuturam. Amma Hindistanla Pakistan arasında yaxın zamanda müharibə olmayacaq. Ümumiyyətlə, hansı ölkələr bundan sonra müharibə eləyə bilərlər? Mən bunu əminliklə görürəm və hiss edirəm. Demişəm də, yenə də deyirəm. Qərbin hal-hazırdakı maraqları keçmiş Sovet dövlətləridir və bu dövlətlərin içində Qazaxıstan var, Moldova var, Qafqaz var. Bura Allah eləməsin, Qarabağ daxil ola bilər. Amma hal-hazırda Qarabağdan bağlı da elə bir böyük uğursuzluq, müharibə, belə bir şey görmürəm. Amma proyekt, onların o çəkdikləri plan, cizdikləri bu plan, bəli, Qafqazdır, amma növbədə Qazaxıstandır, Moldovadır, hətta Polşanın özü belə gələcəkdə müharibə meydanına çevrilə bilər. Aydındır. Qarabağ müharibəsindən əvvəlki illərdə siz Qarabağla bağlı proqnoz vermirdiniz, hətta vermək istəmirdiniz. Bunun səbəbi nə idi? Bilirsiniz necədir? Bir dəfə mən proqnoz verdim. Türkiyədə zəlzələ olacaq deyə, oldu da. 2010-cu 11-ci illər idi deyəsən, yadımdan çıxıbdı. Və orada mənim haqqımda yazdılar Azərbaycanda ki, bəs Zirəddin Rzayev türk millətləri ilə bağlı bədbin proqnoz verdi. Axı, türk millətləri, Türkiyə xalqı demək deyil axı. Və yaxud da ki, hansısa bir proqnoz verirdim, onu o qədər təhrif edirdilər, o qədər belə tənqidi və həmçində təhrif olunmuş formada xalqa çatdırırlar ki, artıq mən məcbur qaldım ki, bunu kütləvi formada insanlara bildirim ki, yəni xalqa
mən Azərbaycanla bağlı heç bir proqnoz vermirəm. Amma mənim məqaləm var, onun internetdə də var. Yenə deyirəm, linkləri göndərə bilərəm sizə. Mənə sual vermişdilər. Mən orada demişdim ki, heç kim deyə bilməz ki, dünənki Ermənistan bugünkü Azərbaycan olmayacaqdı. Yəni nəinki Qarabağın qayıtması, hətta heç kim deyə bilməz ki, bugünkü Ermənistan sabahki Azərbaycan olmayacaqdır. Yəni mən bu proqnoza işarə eləmişdim. Amma çox təəssüf ki, mənim haqqımda Azərbaycanda ələxüsusdə o necə adlandırım onları bilmirəm. Mənim haqqımda çox negativ fikirlər yazıblar. Hətta satanist olduğumu belə qeyd ediblər, narkoman olduğumu qeyd ediblər, eş işrətlə məşğul olduğumu qeyd ediblər. Müəyyən qədər məni ittiham ediblər, müəyyən sahələrdə, özdə ayrı-ayrı sahələrdə. Yəni mən bunu oxuduqca dəhşətə gəlirəm, amma məndə bir xüsusiyyət var ki, bilsiz necədir, insanın o bədəninə bir virus düşəndə o virus sağalır, amma o virusun antitela deyirlər. O insanın immun sistemini daha da qüvvələndirir, yəni peyvənd edir. Yəni mənə qarşı o qədər negativ fikirlər yazıldı ki, artıq mənim haqqımda yazılacaq qorxulu bir şey yoxdur. Ona görə də mən onu həmişə onlara deyirəm, bir dənə də terrorist yazsaz, sizin də canınız məndən qutarardı, mənim də canım sizdən. Çünki artıq terroristdən başqa hər şey yazıb. Hətta onu da yazmışlar. Haqqında yazdılar ki, mən Fəthullah Gülənin adamıyam. Bunu qeyd eləmişdilər. O da var. Mən o məqaləni də sizə göndərərəm. Daha öncəki görücülər, elə Vanqa özü də demişdi ki, dünyanı yad planetlilər əhatə edəcək. Siz buna inanırsınız? Ümumiyyətlə bilirsiniz necədir? Əgər biz fəlsəfi baxımdan araşdırsaq dinlər tarixini və bizim özümüz belə başqa dünyadan gəlmişik bu dünyaya. Yəni toxumumuz başqa bir aləmdən gəlib düşüb bu dünyaya. Və həmçinin Adəm əleyhissalam cənnətdə idi. Bütün səmavi dinlərin inancına görə Həzrəti Adəmi Allah cənnətdən yer üzünə göndərir. Belə çıxır ki, elə biz özümüz də yad planetliyik də, yad bir aləmdən gəlmişik. Və vallahi deyirəm, mənim o yad planetlərə yazığım gələrdi, gəlib bizim dünyaya düşsəydilər. Amma Vanqanın adından verilən proqnozlar inandırıcı deyil. Mən Vanqaya çox inanıram və sevdiyim bir fenomendir, tarixi şəxsiyyətdir. Amma Vanqanın ümumiyyətlə gələcəklə bağlı verdiyi proqnozlar kitabı yoxdur. Mən Vanqanın verdiyi proqnozlara o zaman inanaram ki, Vanqa yaşadığı dövrdə, yəni Sovet dönəmində hansısa dərc olunan bir qəzet, jurnal, televiziya kadrı varsa və Vanqa orada bu sözü deyirsə və yaxud da Vanqanın adından yazılıbsa, mən bunu gözüm üstə yeri var deyərək qəbul edərəm. Amma çox təəssüf ki, jurnalistika elmi, hal-hazırda jurnalistika elə bir səviyyədədir ki, mənbəyə əsaslanmadan müəyyən kütlənin marağına səbəb olmaq üçün, müəyyən kütlənin diqqətini özə cəlb eləmək üçün hətta şikəst bir xanımın adından belə yalan yazmağa utanmırlar. Çünki Vanqanın ümumiyyətlə deyirəm, verdiyi proqnozlar kitabı yoxdur. Bunu harda deyib, kimə deyib, harda dərc olunub, kim çəkib, bu şeylər mənim üçün çox maraqlıdır. Amma inanıram Vanqaya. İzrəddin hansı üsulla baxır, görücülük eləyir? Vallahi çətindir sualınız, çətindir. Mən sadəcə qısa onu deyirəm ki, Yəni az öncə danışdıq. Biri kartla baxır, biri qəhvə ilə baxır, biri əllə baxır. İndi hər nəyinsə fərqli baxmaq yolları var. Mən ümumiyyətlə yatmayanda yuxu görürəm. Həmin görmələr mənim baxdığımdır. Çünki mən həm yatıram, həm ayığam. Belə baxıram. Çünki mən beynim yatır, eyni zamanda oyağam və onda görə bilirəm nəsə. Yəni buna müəyyən qədər ad da qoyublar, transvı sostoyaniya deyirlər, trans vəziyyəti. Yəni sən gərək transa düşəsən. O transa ən böyük problem bu görücülərdə, mediumlarda transa düşməkdir. Sən transa düşə bildinsə,
baxıb deyə bilirsən. Bəzi adamlar var ki, deyirlər transa düşürük, astral səyahət. O sadəcə psixoloji vəziyyətdir, o trans deyil. Mən onu da nəzarətimdən keçirmişəm.